Mövzumuz rəhmət və lənət dairəsidir. İnsan müəyyən əməlləri səbəb olur ki, onu rəhmət dairəsinə daxil eləsin. İnsan var ki, əməlləri səbəb olur, o lənət dairəsinə daxil olur. Peyğəmbərlərdir, imamlardır, Allahın salih bəndələri, höccətlərdir. Bunlar Allahın rəhmət dairəsində olarlar. Amma onların əks tərəfində olan küfür və şirk imamları, onlar lənət dairəsində olarlar. Amma bizim mənzilədə olan insanlar, müəyyən əməllərimiz bizi rəhmət dairəsinə aparır və müəyyən əməllərimiz bizi rəhmət dairəsindən neynir, çıxarır, lənət dairəsinə salır. Yəni, belə təsəvvür eləyində, gün ərzində şəxs neçə dəfə lənət və rəhmət dairəsinə girir, çıxır. Nə səbəb olur? İnsanın əməlləri. Yəni, gün ərzində ola bilsin, bir nəfər 5 dəfə lənət dairəsində olsun və 10 dəfə də oradan çıxsın, rəhmət dairəsinə düşsün. Və ta son nəfəsvə qədər sən bu dairələr arasında nədir? Gəzəcəksən. Öz əlindədir. Öz əlindədir əməllərin. Yəni, eləyə bilərsən ki, düşmə. Məsələn, xanım Zeynəb, Həzrət Əbəlfəz, Həzrət Qasim, bunların haqqında günah qeyd olunmur ki, bunlar filan günahı neynədilər, elədilər. Amma məsum deyirlər bunlar. 14 məsumdur və səlam. Bundan artıq o mövzular ki, böyük ismət, kiçik ismət, onlar belə deyək də təkəllüfdür. Onlar tam aşkar dəlillərə söykənmir. 14 məsum var və səlam. Məsum dairəsini artırmaq mənim fikrimcə düzgün deyil. Şəxs günah eləməməyə səy göstərəcək, bilərəkdən günah eləməyəcək və Allahın vacibatını yerinə yetirəcək, haramdan çəkinəcək, gün ərzində rəhmət dairəsində nədir? Qalacaq. Bax, məsələn, mömin adətən Ramazan ayında özünü öz üstündə daha çox çalışır. Amma yerdə qalan 11 ayda o qədər çalışmır. Yəni, bu ayda çox çalışır, amma yerdə qalan aylarda, belə deyək də, oruc, Ramazan ayının orucu kimi özün aparmır. Bax, məsələn, yemək, içmək deyil fəqət. Məsələn, çalışırsan ki, qulağın haram eşitməsin, gözün haram görməsin, dilin haram danışmasın, əlin harama uzanmasın, əyağın harama getməsin. Niyə? Çünki Ramazan ayıdır. Çünki nədir? Ramazan ayıdır. Ramazan ayında buna çox riayət olunur. Və Allahın mömin bəndələri də Ramazan ayında rəhmət dairəsində çox olurlar. Yəni, müminin ömrünün Ramazan ayında rəhmət dairəsində olması çox olur. Amma müəyyən günahlar var, onlar səbəb olur ki, insan rəhmət dairəsindən çıxır, düşür lənət dairəsinə. Quran-ı Kərimdə Allah Teala buyurur: Əl-ircaf və ixafətil müminin. Bu nə deməkdir? Mömin bəndələri, Allaha iman gətirmiş insanları qorxu içində saxlamaq. Və onun da biraz izahı var, verəcəm. Deməli, Allahın mömin bəndələrini qorxutmaq və onları qorxu içində saxlamaq, nə qədər onlar qorxu içində qalıblarsa, o miqdarda da səbəbkar harda olur? Lənət dairəsində olur. Oturub evində, məsələn, bir dənə söz deyib və yaxud bir göstəriş verib, Allahın mömin bəndələri, Allaha iman gətirmiş qız, gəlin, uşaq, yaşlı, yaşsız, qorxu içindədir. Nə qədər ki, onlar qorxu içindədir, bu qorxu halı onların canından, vücudundan çıxmayıb,
həmən o səbəbkar nədir? Lənət dairəsindədir. Çıxmır ondan. Onun oradan çıxmasının səbəbi bunlardan onun getməsidir. Deməli, ayədə gəlir murcifun. Murcif ərcəfə feilindəndir. Ona biraz izah verim. Ərcəfə feili ərəb dilində belə deyə də müsbət yönümlü kəlmə deyil. Xoş məzmunlu kəlmə deyil. Məsələn, deyəndə ki, ərəb deyəndə ki, ərcəfətil ardu, yəni zəlzələ baş verdi. Ərcəfə, yəni zəlzələ, yerin titrəməsi. Zəlzələ baş verəndə insanlar sevinir ya qorxur? Deməli, bu təbii görüntünün özü də insanda nə yaradır? Canlıda qorxu yaradır. Və yaxud küləklə istifadə olunsa ərcəfə feili, küləyin şiddətlə əsməsi. Bu da insanda, canlıda nə yaradır? Qorxu yaradır. Əgər bu ərcəfə feili xəbərlə, sözlə istifadə olunsa, təbii görüntülər yox, sözlə, məsələn, deyirəm ki, məsələn, Əhməd ərcəfə fi kəlamihi. Ərcəfə nədir? Elə bir sözü yalan sözü daha doğrusu, yəni düz xəbəri yox, yanlış xəbəri şayə kimi yaymağa ərəb dilində deyərlər nə? Ərcəfə. Və o şayə də Allaha iman gətirən şəxslərdə qorxu yaradır. Məsələn, bir nəfər gəlir, görür ki, məsələn, cəmaat avamdır, busa biraz oxuyub, qayıdır cəmaata, deyir ki, ay cəmaat, bir-iki günə zəlzələ baş verəcək, özünüzdən bəğəyt olun. Baxırlar, filan kəs müəllim, nə borcu var bizə yalan danışmaq, amma cəmaatla belə deyək də, bu adam zarafat eləmək istəyir, cəmaatı ələ salmaq istəyir. Deməli, bu xəbəri yayır və bu xəbər də cəmaatda təşviş yaradır. Hər şəxs ki, cəmiyyətdə təşviş yaradan, narahatçılıq yaradan bir xəbər yaydısa, o cəmiyyət nə qədər o təşvişin içindədirsə, bu şəxs lənət dairəsindən çıxmır. Lənət dairəsi o deməkdir, bir dənə dairədir, girirsən içinə, sonra çıxırsan oraya. Elə deyil. Allah və mələkələri və lənət oxuyan hər bir varlıq o şəxsə nə oxuyur? Lənət oxuyur. Adicə, sənin üzvə bir nəfər desə, yolun ortasında, marketdə ki, Allah sənə lənət eləsin, sən təbəssüm eləyib gedəcəksənmi? Pis təsir eləyəcək. Niyə? Bir nəfər sənə birdən söz deyib də, ud get. Yox, pis təsir eləyirsən. Ən azından üzünə də qayda bilməsin. Ürəyində deyəcəksən ki, özvə olsun. İndi sən təsəvvür elə ki, aləmlərin Rəbbi, Xaliq-i səmavati vəl-ard, Allah Taala və saysız hesabsız mələkələr sənə neynir? Lənət oxuyur. Neynəmişəm ki? Mənim pis məqsədim yox idi ki, elə belə istədim biraz eləyim də, bunlarla bir zarafat eləyim. Elə şeyə cazı yoxdur. Təşviş, qorxu. Məsələn, anadır, oğlu əskərdir. Atadır, oğlu əskərdir. Adamlar var da, insanların narahatçılığından həzz alır. Gəlir, deyir, Telegramda belə xəbər yayılıb ki, yenə başladılar. Sərhəddə narahatçılıqdır. Heç elə şey yoxdur ya. Bu şayə yayanlar. Məsələn, müharibə vaxtı, Böyük Vətən müharibəsində Allah şəhidlərimizi qəriq rəhmət eləsin, əskərlərimizi qorusun, ordumuzu qorusun. Allah Taala. Nə qədər dezinformasiyalar yayıldı ki, məsələn,
filan yerdə belə oldu, filan yerdə belə oldu, filan yerdə belə oldu. Bu təşvişi yaradanlar nədir? Hamısı lənət dairəsində qalırlar. Hamısı lənət dairəsində qalırlar. Və belə deyək də, qorxuya, təşvişə səbəb olan hər bir şəxs Allahın və mələkələrin lənətinə gəlir. Bu elə bilməsin ki, bir xəbərdir dedim. Məsələn, xəbər saytları, filanlar, əgər cəmiyyətdə narahatçılıq yaradacaq bir xəbər yayırlarsa, həmən o şəxs lənət dairəsinə daxil olur Quran ayəsi ilə. Deməli, Allah Teala Əhzab surəsinin 60 və 61-ci ayələrində münafiqlər haqqında danışırlar. Mədinədə olan münafiqlər haqqında danışırlar. Bu iki ayə bu haqda danışır. Deməli, münafiqlər üz-üzə gələ bilmirdi möminlərlə. Allaha iman gətirmiş, Peyğəmbərə sadiq olan səhabələrlə Allah onları rəhmət eləsin, üz-üzə gələ bilmirdilər. Bunlar nə edirdilər? Bazarda, məsciddə, orada, burada xəbər eşitdirirdilər və Mədinə əhlini, müsəlmanları qorxu və təşvişə salırdılar. Heç əsası yoxdur ya. Məsələn, televiziya yoxdur ki, orada elan olunsun ki, ay cəmaət, bu xəbər yersizdir. Bu xəbərin əsası yoxdur, yanlışdır, belə bir şey olmayıb, belə bir şey olmayacaq. Kim məscidə gəldi, minbərə çıxan, Peyğəmbərin sözünü eşitdi, rahat olur. Məscidə gəlməyən, Mədinədən uzaqda yaşayanlar hamısı təşvişdə qalır ki, vay, biz nə edəcəyik? Münafiqlərin işi, peşəsi möminləri qorxuda neynəmək, təşvişdə saxlamaq olub Quran ayəsinə əsasən. Allah buyurur, Bismillahirrahmanirrahim, ayənin mövzumuza aid olan hissəsinə toxunuram. Münafiqlər və o kəslər ki, qəlbləri xəstədir, vəl-murcifunə fil-Mədinə, Mədinədə ircaf eləyirdilər. İrcafı da izah elədim. Şayə yayırlar və o şayə ilə cəmaatı təşvişə və qorxuya salırlar. İndi bu şəxslərə, münafiqlər, qəlbləri xəstə olan və s. və murcifuna Allah Teala nə deyir? Məl'uninə eynəmə suqifu. Deməli, harda rəst gəlinsələr, onlar harda tapılsalar belə, məscidin içində, kənarında, belə Kəbə evinin içində və kənarında, Peyğəmbər məscidinin içində və kənarında eynəmə suqifu, harda onlara rast gəlinsə, harda görülsələr, harda tapılsalar, məl'uninə, Allah onlara nə edir? Lənət oxuyur. Lənətə gəlmişlərdir onlar. Yəni Allahın rəhmət dairəsində deyirlər. Həmən o şəxslər bu əməllərindən tövbə eləməyənə qədər və halallığı mümkün olan yerdə halallıq alana qədər lənət dairəsində qalır, rəhmətə çıxa bilmir. Salavat göndərək Peyğəmbərimizə.